Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir. Əziz tamaşaçılar, CBC Sport'a baxırsınız. Studiyada Doktor Tutu Zeynalovadır. Bugün həm söhbətim invaziv kardioloq Doktor Oktay Musayevdir və biz çox maraqlı giriş etdik. Və verilişin davamında doktor, mən istəyərdim bir toxunaq bu energetik içkilər məsələsinə. Çünki onlar da ani ölüm səbəblərindən biridir, bildiyim qədərilə və kardioloqlar da çox şikayət edir ki, gəncləşib xəstəliklər, aritmiyalar və s. Siz daha yaxşı bilərsiniz. Bir də sonra keçək idmançıların ürəyinin, madam ki CBC Sportdayıq, idmançı olmayanların ürəyindən fərqinə, daha mı sağlamdır, yoxsa əksinə yükü daha mı çoxdur? Bax, istərdim ki, bu iki mövzu ətrafında söhbət edək. Əslində əlaqələndirə də bilərik, çünki bəzən energetik içkiləri idmanda performansımızı artırmaq üçün də istifadə edirik. Buyurun. Əslində çox geniş və önəmli, çox vacib bir məsələyə toxundunuz. Təşəkkür edirəm. Bu barədə mən özüm də dəfələrlə mediada çıxışlarım olub, aydınlatma məqsədlə. Energetik içkilər birmənalı şəkildə zərərlidir. Nəyə görə? İnsanın orqanizmi elə mükəmməl yaradılıb ki, ona kənardan hər hansı bir müdaxilə İstər-istəməz həmin anda olmasa da sonraki dövrdə fəsad verəcək. Bu nəyə bənzəyir? Biz öz avtomaşınımızı öz motor gücündən yüksək bir performans gözləyirik. Yəni, belə deyim, yəni, öz maşınımızı normal göstəricilərini qəbul etməyib, onu güclə yükləməyə bənzədirəm mən bunu. Həmin anda həmin maşın o yükü müəyyən qədər qaldıracaq, bir neçə dəfə o yükün altından qalxacaq, amma belə deyək, yəni kiçik həcmli bir maşına siz 4-5 motor həcmində və yaxud da 400-500 at gücündə bir yük çəkməsini məcbur etdiyinizdə bir müddətdən sonra onda fəsad yaranacaq. Hərdən görürük rayondan gələndə ki, kiçik maşındır, Jigulidir, amma üstünə o qədər yeşiklər yükləyiblər ki, yazıq ki, zorla gedir. Yəni bir gördün ki, bir də yolları qaldı. Yəni energetik içkiləri mən buna bənzədirəm. Orqanizmin öz belə deyim də fiziki gücündən hər kəs öz müəyyən qədər fiziki gücünü bilir. Məsələn, mən öz fiziki qabiliyyətimi, fiziki gücümü bilirəm ki, öz resursumuzu bilirsiniz. Bilirəm ki, mən hansı fiziki yükün altından qalxa bilərəm. Çünki mən bütün günü oturaq həyat tərzi sürürəm. Baxmayaraq ki, regulyar idman eləməyə çalışıram, amma mənim həyat tərzim elədir ki, xəstəxanada bəlli bir məsafədə gedib gəlirəm, qısa məsafələr, otururam, xəstə baxıram, fiziki aktivliyim yoxdur, işə maşınla gedirəm. Mən bir, belə deyim də, kənddə aktiv fiziki işləyən və yaxud da şəhərdə bir fəhlə işləyən birisindən eyni fiziki qabiliyyətdə deyiləm və yaxud da onunla eyni yarışa bilmərəm. Əzələ gücünüz də eyni deyil. Əzələ gücüm eyni deyil. Ona görə də mən energetik içki qəbul edib həmin insanla fiziki olaraq yarışmağım bu məntiqli deyil və fəsadlı bir şeydir. Eyni ilə də energetik içkilər bir müddətdən sonra insanın öz əslində nə edir? Bütün potensialını, orqanizmin bütün potensialının bir anda tükənməsinə səbəb olur. Orqanizmin öz rezervi var. Bütün canlılarda bu belədir. İnsanın da bir orqanizmini Allah ilə yaradıb ki, bir bəlli bir rezervi var ki, force major hallarda, fövqəladə vəziyyətlərdə o kompensasiya eləsin ki, fəsad yaranmasın, bədən öz fəaliyyətini davam etdirsin. Biz energetik içki içəndə nə olur? O rezervlərin bir anda tükətirik. Və o tükənmə sonrasında nə olur? Bizdə artıq yoxsunluq əmələ gəlir. Biz artıq normal rezervimiz olmadığı üçün, belə deyək də, biz normal həyat fəaliyyətimizdə də artıq o enerjimiz qalmır.
və məcbur oluruq yenə energetik içki içirik ki, bizə güc gəlsin, beynim açılsın, iş görə bilim. Və bu bir qapalı bir qısır döngəyə çevrilir. 1, 2, 3, ondan sonra artıq o olur hər gün səhər, günorta, axşam energetik içki qəbul edən bir aludəçi, user olur. Və bu da istər-istəməz insanın altda yatan genetik faktorlarına, ürək-damar xəstəliklərinə, risk faktorlarının nəzərə alanda kimisinə gec, kimisinə tez fəsad verməyə başlayır. Mən çox yaxşı xatırlayıram bu energetik içkilərin bizim bazara da belə deyək də, yəni yeni girişində çox ciddi bir boom oldu. İnsanlar öyle deyim də hər kəs istifadə edib bir partilər düzənlənirdi. Və nəhayətində nə oldu? İlk dövrlərdə biz çox ciddi fəsadlar görməyə başladıq. Düzdür, indi də biz o fəsadları görürük. Ürək dayanmaları, ciddi həyatı təhdid edən ürək aritmiyaları, miokard infarktı. Mən çox yaxşı xatırlayıram. Bir gənc xəstə gətirmişdilər. Bir gün ərzində 7 butulka energetik içki içmişdi. Sonrasında da miokard infarktından xəstəxanaya məcbur təcili yardımla gəlmək məcburiyyətində qalmışdı. Hansı ki, risk faktoru, heç bir risk faktoru yox idi. Genetikasında, ailəsində ürək-damar xəstəliyinə bir meyillik yox idi. Həmin gün ərzində 7 dənə energetik içki içməsi təbii ki, onda ciddi bir bədənin, orqanizmin birdən-birə çox yüklənməsini sağlamışdır. Nəzərə alsaq ki, həm də su içməyən bir toplumuq. Bəli, yetər qədər maye qəbul etmirik və bu birmənalı şəkildə energetik içkilər heç artıq elm də sübut edib, aparılan çalışmalar da ən böyük fəsadı da ürək-damar sisteminədir. Ürək-damar xəstəliklərini provokasiya etməklə. Burada həm aritmiyalar yaradır, həyatı təhdid edən aritmiyalar ani ölümlərə səbəb olur, həm də damar spazmına, ürək damarlarında spazm və damar cırılmalarına səbəb olaraq infarktların sayının artmasına, yəni gənc yaşda infarkt keçirməsinə səbəb olur. İdmançıların ürəyi necə? Deyək ki, energetik içki istifadə etmir, sadəcə intensiv hansısa bir idman növü ilə məşğul olur. Bu idman növünə görə mi dəyişir? Daha mı sağlamdır digər insanlardan? Çünki məsələn, olur ki, idmançılarda, futbolçularda bradikardiya biz görürük ki, ürək ritmi, yəni nəbzi daha aşağıdır digərlərindən. Bu normaldırmı, belə olmalıdırmı? Əslində bu özü ayrıca bir sahədir. Necə ki, kardiologiyada indi biz özümüzü invaziv kardioloq adlandırırıq. Dünyanın bəzi ölkələrində kardiologiyada yan şaxələrə rəsmi şəkildə ayrılıb. Bizim ölkədə rəsmi şəkildə ayrılma olmasa da belə, indi hər kəs bəlli bir... İdmançı kardioloqu deyə bir ixtisas olmalıdır. İdman kardiologiyası deyə bir sahə var və o sahə üzrə məşğul olmaq istəyən kardioloqlar ayrıca belə deyək də təhsil alırlar. Həm teorik, həm də praktik olaraq bəlli bir mərkəzlərdə, idman kardiologiyasından məşğul olan mərkəzlərdə, bəli, bu sahə üzrə də Avropada İtaliya ön sıralardadır. Yəni İtaliyada idman kardiologiyası üzrə mərkəzlər və 90-cı ildən artıq bunlarda bu mərkəzlər qurulub və ciddi şəkildə idmançılarla əlaqədar aparılan çalışmalar, onların istər idmançı ürəyi ilə əlaqədar, istərsə də digər orqan və sistemlərdə ki, dəyişikliklərlə əlaqədar yetər qədər elmi məlumatlar var və idmançı ürəyi deyə bir vəziyyət var, klinik belə deyim, bir vəziyyət var. Çünki burada bir nüansı qarışdırmayaq, professional idmançıdan söhbət gedir. Bizim belə deyək də, həftənin 6 günü ofisdə inzibati işdə işləyib, həftənin bir günü bazar günü tenis oynamaq və yaxud da bazar günü futbol oynamaq. Mini futbol meydançasında, qapalı meydançasında 2 saat tər töküb belə deyək, idman eləmək bu idmançı deyil. Professional idmançılardan söhbət gedir və söz düşmüşkən deyim ki, ən zərərli vərdişdir. Belə deyim, fiziki qabiliyyətini yüksəltmədən idmanla məşğul olmaq. Məsəl üçün, isinmə olmadan. İsinmə, ümumiyyətlə, bəlli bir müddət fiziki
tempi birdən-birə artırmaq. Fiziki aktivliklə məşğul olub, ondan sonra sən məsələn deyim ki, yarım saat ya da 45 dəqiqə çox ağır fiziki iş görmə, yəni futbol oynamaq oynaya bilərsən. Biz çox tez qarşılaşırıq bu mini futbol meydançalarından axşamüstü futbol oynayır. Ani ölümlər də şahid olmuşuq. Oradan təcili yardımdan infarktlar da qəbul etmişik yetəri qədər. Yəni bütün günü heç bir fiziki aktivlik eləmir. Gedir axşam birdən-birə o yarışmalı idman növünə girir. İdman və orada artıq elə bir situasiya yaranır ki, kontrol itirirlər. Çünki insan öz fiziki gücünü zorlayır və infarkta səbəb olur. Ona görə biz məsələn o cür idmanı məsləhət görmürük. Ən yaxşısı yarışmasız idmanlardır. Üzmək, qaçış, velosiped sürmək, ən belə sadəsi də açıq havada yeriməkdir. İdmançı ürəyi isə normal insanların ürəyindən fərqlənir. Çünki davamlı fiziki yüklə məşğul olduqları üçün bunların fiziologiyasında artıq ürək divarlarında qalınlaşma əmələ gəlir, hipertrofiya dediyimiz və bu da bəlli bir səviyyəyə qədər qəbul olunandır. Bəlli bir səviyyədən artıq çox olanda istər-istəməz bəzi hallarda bu idmançılara genetik müayinələr aparılır, irsi genetik xəstəliklər yönündən, hipertrofik kardiomiyopatiya dediyimiz bu xəstəlik yönündən araşdırılma tələb olunur. Çünki bunun ən böyük fəsadı ani ölümlərdir və idman meydançalarında və yaxud da idmançı olub da hər şey sağlam olub, nə qədər gənc insanların ani ölümdən itirildiyi xəbərini mediadan zaman-zaman duyuruq. İstər bu məşq zamanı olsun, istərsə də məşqdən kənar vaxtlarda. Yarış zamanı. Bunun ən böyük səhvlərindən biri professional idmançılarda ürək əzələsinin qeyri-mütənasib qalınlaşmasıdır, hipertrofiyasıdır ki, bunu da idman həkimliyi ilə məşğul olan, idmanla kardiologiyasına məşğul olan, idmançılarla məşğul olan həkimlər çox yaxşı bilirlər və bunun da ən sadə yolu vaxt aşırı skrininq dediyimiz o tibbi müayinələrdən keçirməkdir ki, əgər bəlli bir həddən artıq idmançı ürəyində böyümə varsa, müəyyən qədər o idmançıya professional idmandan və yaxud da yarışlardan müəyyən qədər kənarlaşdırma da edilir. Çünki hər zaman sağlıq birinci sıradadır. İkincisi, ən böyük olan idmançılarda olan dəyişiklik ürək döyüntülərinin sayının normal insanlara nisbətdə daha aşağı olması. Normal ürək döyüntüləri bildiyimiz kimi 60-90 arasında, bəzi hallarda 100-ə qədər biz normal qəbul edirik. İdmançılarda isə daha çox 45, 50, 55 arasında olur və biz bunu fiziolojik olaraq, əksər hallarda fiziolojik olaraq, yəni idmançı ürəyi kimi qəbul edirik. Təbii ki, burada sinus ritmində olması lazım, yəni ritm problemi olmaması lazım. Sadəcə ürək döyüntüsünün miqdarının az olması lazım. Deyirlər ki, ürək döyüntüsü az olan insanlar daha uzun ömürlü olur. Bu belədirmi doğrudan da? Elə bir fəlsəfi, belə deyim də, bir cərəyan və yaxud da fəlsəfi bir motor yavaş-yavaş çalışır, sanki belə teoriya var. Aha. Hətta belə iddia olunur ki, hər bir insan doğulanda onun belə deyim də, qədərində müəyyən qədər bəlli ürək döyüntüsü yazılır. Məsələn, 1 milyon ürək döyüntüsü ya da 1 milyard ürək döyüntüsü. Belə bir belə deyim də deyim var. Teorem də var da, fəlsəfi bir teorem də var. Yəni o insan onu nə qədər çox tez tükətərsə, o qədər tez. Yəni o 1 milyardlıq döyüntü nə zaman bitirsə, o onda həyatını itirir deyə bir teoriya var. Belə bir fəlsəfi fikir də var, amma istənilən hallarda normal fiziolojik sərhədlərdəki olanı ən yaxşısıdır. Allah Taala insan orqanizmini elə yaradıb ki, yəni bu robot kimi hər kəsin ürək döyüntüsü 60 və yaxud 65 ya da 70 olacaq deyə bir şey yoxdur. Bütün insanlar fərdidir, individualdır. Yəni heç kimin orqanizmi heç kimin bir-birinə bənzəmir. Bir ailədə belə
Barmaq izimiz qədər fərqli. Barmaq izi eyni olmadığı kimi, hətta əkiz insanların belə ürək döyüntüləri eyni olmur, xasiyyətləri eyni olmur, vərdişləri eyni olmur. Ona görə də aralıq, normal aralığı, məsələn, 60-90 arasında normal aralığında ürək döyüntüsü normal qəbul edilir. Altındadırsa bunu araşdırmaq lazımdır. Üzərindədirsə bunu da araşdırmaq lazımdır. Təbii ki, burada artıq psixoemosional status önəmlidir. Çünki ürək özü də bir sinir sistemi tərəfindən idarə olunan müəyyən mənada bir orqandır. Ürəyin də sinirləri var. Ürək də mərkəzi sinir sisteminə müəyyən qədər tabe olan bir orqandır. Mütləq deyil də müəyyən qədər tabedir. Ona görə sinir sisteminin aktivliyindən, simpatik, parasimpatik sinir sisteminin tarazlığından, münasibətindən ürək döyüntülərinin miqdarı individual olaraq dəyişə bilər. Mən təşəkkür edirəm sizə. O qədər sualım qaldı ki, xahiş edirəm yenə gəlin. Bir sonraki verilişdə inşallah. Çünki mən istəyirdim. İndi təəssüf ki, vaxtımız tamamlandı. Bu içkilərdən danışmışkən kofelərdir, çaylardır, onların ürəyimizə təsirindən danışaq. Sonra müasir bu digital dövrün gətirdiyi məsələlərə toxunaq ki, onların ürəyimizə təsiri nə qədər informativdir. Ona görə xahiş edirəm ki, növbəti həftələrdə yenə gəlin, bizə vaxt ayırın. Böyük məmnuniyyətlə. Biz tamaşaçılara bu məlumatları ötürək. Minnətdaram sizə. Belə gözəl, faydalı, qeyri-adi məlumatlar veririz bugün bizə. Əminəm ki, tamaşaçılara da çox maraqlı və faydalı bir veriliş oldu. Ay Həkimin bugünkü qonağı, dostlar, elə bərabər çalışdığımız bir xəstəxanada çalışırıq Oktay doktorla. İnvaziv kardioloq doktor Oktay Musayevdir. Biz sadəcə fərqli filiallardayıq. Siz Mərkəzi Klinikanın baş ofisindəsiniz, mən ambulatoriyasındayım. Amma istənilən halda görüşürük. Siz də ambulatoriya ara sıra gəlirsiniz. Təşəkkür edirəm sizə. Və son təşəkkürüm verilişimizin baş sponsoru Ştada şirkətinədir. Kalsium döyüş nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini isə təqdim edir. Günə 3 fincandan artıq kofe içirsinizsə, vegansızsa, spirtli içkidən və siqaretdən istifadə edirsinizsə, hamiləlik dövründəsinizsə, laktasiya dövründəsinizsə, o zaman kalsium ehtiyacınız artmış ola bilər. Buna görə də təyinata uyğun olaraq kalsium döyüş nikamet preparatını seçə bilərsiniz. 25 ildən artıq mövcuddur, sınanmış preparatdır. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz Böyük Britaniya təhsili idman həkimi Fərid Səlimovadır. Müasir fizioterapevtik yanaşma ilə xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılardan artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Bugünlük bu qədər. Əslində çox informativ bir veriliş oldu. Hətta bizi izləyən rezidentlərə də Oktay doktor bilərəkmi, bilməyərəkmi maraqlı bir tövsiyə də verdi ki, bu idman kardiologiyası məsələsini bir dəyərləndirin. Çünki ölkədə bu mövzuda mütəxəssis yoxdursa, siz birinci ola bilərsiniz və bu mövzuda da kifayət qədər qatqınız ola bilər bizim Azərbaycan səhiyyəsinə və idmanına. İstənilən halda sağlamlığınızı sağlam ikən qoruyun, özünüzə yaxşı baxın, hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.